Ne? Bize de değerli dostlar. Ben bugünlerim sizlerle kanal adı necə değiştirilir onu öğreteceğim. Benim yanımda qohumum da var. Adı İsmail'dir. Ha. Adı İsmail. Birinci biz profilimize geçirik. Gördüğünüz kimi benim adım Fıfı Çərkəzdir. Fıfı Çərkəz sözünün üstündə qələm şəkli var qıraqda. Ona basdıqda ad gəlir. Məsələn, mənim adım Fıfı Çərkəzdir. Mən adımı qoyacağam məsəl üçün. Nə qoyum? Adımı qoyum. Çərkəz və İsmail qardaşlar. Çərkəz və İsmail kardeşler. Gördüğünüz gibi İsmail kardeşler. Həm, yoxsa şərif görmür. Məsələn, indi mən kanalıma qohumumun adını verəcəm. İsmail 04. Pardon. 04. İsmail almıyorum çarxıb. Bağışlayın. İsmail 04. Kayıt et. Neyse olmur. Neyse yani kanalın adını belə değiştirirlər.